Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Bugünkü mevzumuz cümə namazıdır. Cümə namazı. Və cümə namazı qardaşlar, bu namazın keyfiyyətindən danışmamışdan, əhkamlardan danışmamışdan əvvəl cümə günü fəziləti haqqında məlumat verək inşallah. Cümə günü fəziləti haqqında necə ki bilirsiniz, hədislər və Quran-ı Kərimdə müstəqil bir deməli günə aid surə Allah Taala nazil eləyib. Cümə surəsi. Və Müslimin rivayet etdiyi hədisdə Abu Hureyra radiyallahu anhu deyir ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm belə dedi: Xayru yevmin tala'at fihi şəmsu yevmul cüm'ati. Fihi xalaqallahu Adəmə və fihi udxiləl cənnətə وفيه أخرج منها ولا تقوم الساعة إلا في يوم الجمعة. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, üzərinə günəşin doğduğu ən fəzilətli gün, ən xeyirli gün cümə günüdür qardaşlar. Və sonra bu cümə günündə baş verənlər barəsində Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Fihi xalaqallahu Adəmə. Allah Taala Adəmi bu gündə yaradıb. Və fihi udxiləl cənnə və o gündə cənnətə daxil edib, cümə günü. Və bu gündə də cənnətdən çıxarıb. Və qiyamət günü də cümə günü qopacaq. Və həmçinin başqa hədisdə, Müslimin rivayet etdiyi hədisdə Abu Hureyra və Huzeyfə radiyallahu anhumdan gəlir ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm belə buyurdu: أضل الله عن الجمعة من كان قبلنا فكان لليهود يوم السبت وكان للنصارى يوم الأحد فجاء الله بنا فهدانا ليوم الجمعة فجعل الجمعة والسبت والأحد وكذلك هم تبع لنا يوم القيامة نحن الآخرون من أهل الدنيا وَالْأَوَّلُونَ يَوْمُ الْقِيَامَةِ الْمَقْضِيُّ لَهُمْ قَبْلَ الْخَلَائِقِ. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Allah bizdən əvvəlkiləri cümə günündən azdırdı. Nə deməkdir bu? Yəni cümə günündən azdırdı deyəndə Rəbbimiz subhanahu və taala nəzərdə tutur? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nəzərdə tutur? Yəni bu günün fəzilətini tapmağı onlara nəsib etmədi. Bizdən qabaqki, bizdən əvvəlkilərə. Və sonra buyurur ki, beləliklə Yahudilər üçün şənbə günü, Nəsranilər üçün isə bazar günü oldu. Beləcə cümə, şənbə və bazar ardıcıllığı ilə bizlərə Allah Taala cüməni irşad etdi. Cüməni irşad etdi. Yəni cümə gününü hidayət etdi bizim üçün. Və onlar qiyamət günündə bizdən geridə qalacaqlar. Biz dünya əhlinin sonuncusuyuq, qiyamət günü isə məxluqatın hamısından əvvəl barəsində hökm veriləcək ilk ümmətik. Fikir verin, Allah Resulü sallallahu aleyhi ve sellem cümənin fəzilətindən bəhs edir. Və müsəlmanların digər Nəsrani və Yahudilərdən öndə olduğundan bəhs edir. Müsəlmanların deməli qanı ilə, canı ilə, malı ilə qorunmuş olması və digər dinlərdən, digər dinin nümayəndələrindən daha şərəfli, daha üstün olduğunu bizlərə izah edir. Cümə namazı qardaşlar, bilirsiniz ki, bu gündə cümə gününün ən fəzilətli ibadətlərindən biri də cümə namazıdır. Və cümə namazı hər bir müsəlman üçün hökmü fardul ayndir. Fardul ayn, yəni hər bir fərdin üzərinə o cümə namazında iştirak eləmək vacibdir. Cümə namazında iştirak etmək vacibdir. Və kim cümə namazını səbəbsiz yerə tərk eləyərsə böyük günahlardandır. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə Cümə surəsinin 9-cu ayəsində möminlərə əmr eləyir. Buyurur ki: "Ya eyyuhellezine amenu iza nudiya lis-salati min yawmil cum'ati fas'au ila zikrillahi ve darul bay'." Ey iman gətirənlər, cümə günü namazı çağırıldığınız zaman alış-verişi buraxın, namazı tələsin və alış-verişi buraxın.
Fikir versək burada fəs'au ilə zikrillah. Allah Taalanı zikr etməyə tələsin. İbn Qudamə rahimehullah özünün Muğni əsərində buyurur ki, qardaşlar, buradakı səy, yəni tələsmək və ya tez getmək anlamındadır. Yəni buradan məqsəd cümə günü namaza getməkdir, qaçmaq deyil. Və sonra buyurur ki, Quranda heç bir yerdə sə'i kəlməsi qaçmaq kimi tərcümə olunmamışdır. Yəni qaçmaq kimi işlədilməmişdir. Bu mənaya verilmir. Yəni Allah Taala'nın buradakı məqsədi tələsməkdir. Fəs'au ilə zikrillah, yəni Allahı zikr etməyə tələsin. Və burada Allah Taala'nın bizə bu əmri ki, tələsin, vacibliyə dəlalət edir və alış-verişi də qadağan edir. Alış-verişi də qadağan edir. Və alimlər elm əhli buyurur ki, İbn Qudamə rahimehullah buyurur ki, və əgər bu vacib olmasaydı, bunun müqabilində olan satış qadağan olmazdı. Bunun müqabilində olan satış qadağan olmazdı. Və Müslimin rəvayət etdiyi hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, o qovm ki, cümə namazını tərk etməyi buraxmadığı müddətcə Allah subhanahu wa ta'ala onların qəlblərinə möhrü vurar. ثُمَّ لَيَكُونَنَّ مِنَ الْغَافِلِينَ Və sonra onlar qafillərdən olurlar. Və həmçinin Abu Davud və Tirmizinin və Əhmədin rəvayət etdiyi hədisdə Əbu Ca'di Əd-Dəmri buyurur ki, radiyallahu anh, Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: Mən tərəkə thələthə cüm'in təhəvunən min qeyri uzrin taba'allahu alə qalbihi. Kim səhlənkarlığı ucbatından, üzür olmadan, heç bir şəri üzür olmadan 3 dəfə cümə namazını tərk edərsə, Allah Taala onun qəlbinə möhür vurar. Və həmçinin Abu Davud və Təbarani və Beyhaqinin rəvayət etdiyi hədisdə buyurur ki, Əl-cüm'atu haqqun vacibun alə kulli muslimin illə ərba'ətən. Hər bir müsəlmanın üzərinə vacibdir, haqdır. Nə haqdır? Cümə namazı. İllə ərba'ətən, 4 sinif insandan başqa. Onlar da hansılardır? Abdun məmlukun, əv imraətun, əv sabiyyun, əv marid. Onlar da 4 sinif insanlar da bunlara cümə namazı vacib deyil. Onlardan birincisi kölədir. İkincisi qadın, üçüncüsü uşaq, dördüncüsü isə xəstə olan kəsdir. Və cümə namazının vacib olmasına Quran və sünnədən başqa da alimlər icma nəql ediblər ki, icmadır ki, cümə namazı hər bir kişi olan, müsəlman olan və musafir olmayan hər bir kişinin üzərinə cümə namazı vacibdir. Və icmanı İmam Kəsəni və İbn Qudamə və Şeyxülislam İbn Teymiyyə və İbn Qayyum rahimehullah nəql ediblər. Bəli. Və növbəti məsələ, diqqətli olaq bu məsələlərdə, barakallahu fikum, ehtiyac olmadan birdən çox yerdə cümə qılınması. Nə deməkdir bu? Məsələn, şəhərdə yaşayırsınız və yaxud da yaşadığınız bir yerdə bir məscid var. Alimlər bu məsələni ona görə qeyd ediblər ki, əziz qardaşlar, bir yaşayış yerində sadəcə bir məsciddə cümə namazı qılmaq lazımdır. Qalan yerlərdə qılınan cümə namazı caiz deyil. Sadəcə orada bəzi istisnalar var ki, onları da inşallah qeyd edəcək ki, yəni bu istisnaların xaricində bir yaşayış yerində sadəcə bir cümə namazı qılınsın. Bəli. Və bu da həmçinin deməli alimlərdən, elm əhlindən İmam Məlik, yəni Məliklərdə məşhur görüşdür bu və həmçinin Şafilərdə səhih görüş budur. Yəni Şafilərdən buyurur ki, alimlər, İmam Nəvavi rahimehullahın məcmusunda buyurur ki, bir yaşayış məntəqəsi böyük olub, insanların bir yerdə toplaşması çətinləşmədikcə birdən çox yerdə cümə namazı qılınması icazəli deyil. Və İmam Şafi rahimehullah Bağdada daxil olduqda oranın əhli
orada 2 və bəzi rəvayətlərə görə 3 yerdə cümə namazı qılırdılar. Və İmam Şafi rahimehullah nəql edirlər ki, buna etiraz etməyib. Və cümhur alimlər İmam Şafinin bu məsələdə sukut etməsinə səbəb olaraq gətirirlər ki, bu sukut, yəni İmam Şafinin heç bir etiraz etməməsi çətinliklə əlaqəli idi. Yəni bir məsciddə toplaşmaq çətin olduğuna görə. Yoxsa alimlərin arasında ma'ruf, yəni bilinən bir şeydir ki, bir yaşayış yerində sadəcə bir məsciddə cümə namazı qılınır. Və həmçinin bu məşhur görüşdür Həmbəlilərdə. Necə ki İbn Qudamə rahimehullah özünün Muğni əsərində bu məsələni zikr edib. Və həmçinin Hənəfilərdə və əksər alimlərin rəyidir bu qardaşlar. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah Fətavəl Kubrasında 2-ci cild 362-ci səhifədə buyurur ki, böyük bir şəhərdə ehtiyac olduqda 2 yerdə cümə namazını, yəni cümə namazının qılınması əksər alimlərin rəyinə görə caizdir. Nə vaxt? Ehtiyac olduqda. Məhz buna görə də Bağdad şəhəri salındıqda və onun 2 sahili olduqda orada cümə namazını həm şərqdə, həm də qərb tərəfində qıldılar. Və alimlərin əksəriyyəti buna icazə verdi. Və buna dəlil nədir qardaşlar? Buna dəlil və dəlili sonra izah edəcək inşallah. Dəlil ola bilsin ki, birinci məqamda olan istinbat yerinə oturmasın və sonra izahında bu yerinə oturacaq inşallah. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Ayşə anamızdan gəlir ki, radiyallahu anhədən, ənəhə qalət, buyurdu. Mə xuyyira ən-nəbi sallallahu aleyhi və səlləm beynə əmrayni illə əxədə əysərəhumə mə ləm yəkun ithmən və in kənə ithmən kənə əbədun nəs minhu. Ayşə anamız deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən danışır ki, buyurur ki, Allah Rasulü 2 məsələ barəsində, yəni 2 şey qarşısında qalardısa, mütləq o 2 məsələdən ən asandını olanı seçərdi həyatı boyunca. Mə ləm yəkun ithmən, yəni o asan olan şey günah olmadığı müddətcə. Əgər o asanlıq günah idisə, Peyğəmbər sallallahu aleyhi və səlləm günahdan uzaq durmaqda insanların ən öndə gedəni idi. Və Allah Rasulü sallallahu aleyhi və səlləm, yəni buradakı dəlil nə demək? Nə əlaqəsi var ki, bu həmən yəni cümə namazını bir yerdə sadəcə bir məsciddə qılmaq icazəlidir, başqa məscidlərdə olmaz. Yəni bu məsələnin nə dəxli var ki, bu əsərə? Məsələ ondan ibarətdir ki, qardaşlar, Allah Rasulü sallallahu aleyhi və səlləmin zamanında Mədinədə cümə qılınan sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidi idi. Bundan başqa yerdə cümə namazı qılınmırdı. Və müsəlmanlar ətraf yerlərdən cümə üçün ancaq ora gəlirdilər. Allah Rasulü sallallahu aleyhi və səlləm məscidinə gəlirdilər cümə üçün. Baxmayaraq ki, onların da yaşadığı yerdə məscidlər var idi. Və əgər bir şəhərdə şəri bir üzr olmadan birdən çox yerdə cümə qılmaq icazəli olsaydı, ki bu asanlıq idi əslində. Onlar, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm məscidə gəlməkdənsə öz yaşayış yerlərində qıla bilərdilər, amma gəlmədilər. Allah Rasulü sallallahu aleyhi və səlləmin məscidinə gəldilər. Əgər bu icazəli olsaydı ki, öz yerlərində qılmaq, Allah Rasulü sahabələrinə hər birinin Mədinə kənarlarındakı öz məscidlərində cümə qılmalarını əmr edərdi. Yəni Allah Rasulü gördü ki, cəmaət uzaq yerlərdən özlərində məscid ola Allah Rasulü məscidinə gəlirlər. Və Allah Rasulü buna baxmayaraq demədi ki, siz öz məscidlərinizdə qılın, niyə gəlirsiniz uzaqdan bura? Aydındır? Və əmr etmə. Halbuki buna baxmayaraq əlimizdə olan əsərdə Ayşə radiyallahu anhadan gələn əsərdə nə deyir? Allah Rasulü mütləq 2 şeydə asanlıq olanı seçərdi. Günah olmadığı müddətcə. Yaxşı, burada niyə asanlığı seçmədi? Çünki məsələ əslinə qayıdır ki, mütləq yaşayış yerində, yəni bir məsciddə deməli cümə namazını əda etmək şəri olaraq vacibdir.
Bəli. Və həmçinin başqa bir məsələdə Allah Rasulundan və ya xəlifələrdən və ya sahabelərdən bu şey varid olmayıb ki, ehtiyac olmadan bir neçə məsciddə cümə qılsınlar. Onlar mütləq cümə günü bir məsciddə toplanardılar. Ancaq buna istisna ola bilər nədir? Ehtiyac yaranarsa. Və ehtiyac yaranarsa elm əhli buyurur ki, icazəli deyil. Və Allah Teala Bəqara surəsinin 185-ci ayəsində buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr. Allah sizin üçün çətinlik istəyir, sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Bəli. Və sonra Həcc surəsinin 78-ci ayəsində də Rəbbimiz Azza və Cəllə buyurur ki, وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ. Bu dində sizin üçün bir çətinlik etmədi. Bu dində sizin üçün Allah Teala bir çətinlik etmədi. Sadəcə istisna odur ki, əgər şəri bir üzr və çətinlik yaranarsa, ikinci bir məsciddə cümə namazını əda etmək icazəlidir. Və həmçinin Buxarinin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anhu deyir ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu, İnnə hədəd-dinə yusrun və lən yüşəddud-dinə əhədun illə qələbəhu. Buyurur ki, bu din asanlıq dinidir. Kim bu dini çətinləşdirməyə çalışarsa, mütləq din ona qalib gələr. Mütləq din ona qalib gələr. Çünki o bacarmaz, bu çətinliklə bacarmaz. Və ona görə də qardaşlar, məsələnin xülasəsi olaraq, əgər çətinlik varsa, əgər mümkün deyilsə, məsələn, bugün deyə bilərsiniz ki, bizim yaşadığımız yerdə 3 məscid var və yaxud da 4 məscid var və yaxud da 2 məscid var. Yəni, hərə öz məscidlərinə gedir. Yəni, bu üzürlü səbəbdir. Çünki bəzən olur ki, yəni əlində qüdrət varsa, heç bir üzür yoxdursa, bir məsciddə toplaşmaq, bir olmaq, müsəlmanların şüarını, o birliyi qorumaq daha əvlədir. Ona görə bir məsciddə qılması daha yaxşıdır. Lakin ola bilsin ki, bir məsciddə cəmaat sığmır və yaxud da yollarda qılınsa, yəni bu gediş-gəliş üçün müəyyən çətinliklər yarada bilər. Yəni bu hallar varsa icazəlidir inşallah. Yəni hansı ki, bugün bizim rastlaşdığımız bu zamanda bu cürdür ki, ehtiyac var. Yəni bir məsciddə qılmaq, o qədər müsəlmanların sadəcə bir məsciddə toplaşması mümkün deyil. Lakin mümkün olduğu halda mütləq şəkildə nə etməlidir? O məsciddə qılınmaq. Məsələn, onu götürün ki, Allah Resulü sallallahu aleyhi ve sellem məscidi Mədinədə və onun ətrafında bəzi kiçik məscidlər var. İndi sual ortaya çıxır ki, Allah Resulünün məscidində namaz qılınır, cümə namazı deyək ki, ətrafda da kiçik məscidlər olmasına baxmayaraq, o kiçik məscidlərdə qılması icazəlidirmi? Xeyr, icazəli deyil. Bugün Allah Resulü sallallahu aleyhi ve sellem məscidində nə qədər demək nələr var? Yəni yer var insanlar üçün. Minlərlə insanlar orada toplaşa bilirlər. Ona görə heç bir şəri üzür olmadan qıraq məscidlərdə qılınmaması daha yaxşıdır. Doğrusunu Allah bilir. Bəli. Və növbəti məsələ cümə namazının vacib olması. Cümə namazı kimlərə vacibdir qardaşlar? Cümə namazı azad olan hər bir kişilərə, mükəlləf olana və muqim olana. Və mükəlləf olan kimdir? Yəni ki, uşaq olmayana. Həddi buluğa çatmış hər bir kişiyə. Və həmçinin muqimə vacibdir. Muqim də bilirsiniz nədir? Yəni bir şəhərin sakininə. Yəni müsafir olana cümə namazı vacib deyil. Və İbn Məcənin və Nəsəinin rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, rufi'al qələmu an thələth. 3 nəfərdən qələm qaldırılıb. Anin naimi həttə yəstəyqida və anis sagiri həttə yəkbur və anil məcnun həttə ya'qilə əv yufiqa. Onlar da kimlərdir? Yatan durana qədər, uşaq böyüyənə qədər, yəni burada böyümə həddi buluq nəzərdə tutulur və məcnun olan ağıllanana qədər. Bəli. Və qeyd elədik ki, dərsin başlanğıcında da bir kimsə üzürsüz səbəbdən, yəni tərk edərsə, cümə namazını böyük günahlardandır qardaşlar.
və kim ard-arda 3 cüməni tərk eləyərsə, Allah qorusun, qəlbi möhürlənər. Hətta fikir versək, əcaib bir təsiri var ki, cümə namazının tərkinin. Kim hətta üzürlü səbəbdən olsa belə 3 dəfə ard-arda cüməni tərk eləyərsə, o insana əcaib bir təsiri var, qardaşlar. İmanı zəifləyir, imanına təsir eləyir. Subhanallah. Və həmçinin alimlər yaxşı qeyd ediblər ki, insan əgər üzürsüz yerə cüməni tərk eləyərsə, onun üçün bir kəffarə varmı? Elm əhli bu barədə bir görüş irəli sürür və deyir ki, vacib deyil. Bu kəffarəni yerinə yetirmək vacib deyil. Sadəcə müstəhəbdir. Məsələn, insan cümə namazına üzürsüz səbəbdən getmədisə, müstəhəb bir kəffarəsi var onun. Yəni, müstəhəb dediyim nəzərə tutduğumu aydın oldu inşallah ki, yəni vacib deyil sənə o kəffarəni vermək, lakin müstəhəbdir. O da nədir? Elm əhli buyurur ki, 1 və ya yarım dinar sədəqə verə bilər. 1 və ya yarım dinar sədəqə verə bilər. Və bu da nə qədər eləyir? 4 qram və yaxud da 2 qram qızıl sədəqə verməkdir kasıblara. Bu müstəhəbdir. Kəffarə olaraq. Vacib deyil. Bəli. Və cümə namazı vacib deyil kimlərə, qardaşlar? Cümə namazı qadınlara vacib deyil. Və bu barədə elm əhli icma nəql edib ki, icmadır ki, qadınlara cümə namazına getmək vacib deyil. Yaxşı, deyək ki, vacib olmadığı halda getdi. O zaman nə etməlidir? 2 rükət cümə namazını qılmaqla kifayət eləyirmi, yoxsa zöhr namazını təzədən qılmalıdırmı? Elm əhli buyurur ki, əgər cümə namazını imamla bərabər əda edibsə, artıq zöhr namazını qılmır, üzərindən düşür. Bəli. Və həmçinin kafir kimsəyə, biz şərtdə dedik ki, müsəlman olana vacibdir. Kafir kimsə cümə namazı əgər qılsa, keçərsizdir. Lakin kafirin üzərinə vacibdirmi? Alimlər bu məsələdə bəzi ixtilaflar ediblər. Doğrusunu Allah bilir, bizə görünən odur ki, yəni kafir şəriətin bu əhkamları ilə mükəlləfdir. Və bu hardan görünüb? Allah Subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, "Mə sələkəkum fis-səqar." Fi-səqar. Sizi səqara salan nədir? Buyurur ki, "Qalu lem neku minel musallin." Biz namaz qılanlardan deyildik. Fikir verin. Yəni onlara alimlər elm əhli buyurur ki, kafirlərə axirət günü iki əzab var. Həm İslam'a girmədiklərinə görə, həm də İslamın o vaciblərini yerinə yetirmədiklərinə görə. Və doğrusunu Allah bilir, ixtilafın qarşı tərəfində isə bəzi alimlər var ki, deyirlər ki, yəni kafirlər müxatab deyirlər. Və doğrusunu Allah bilir. Və həmçinin bəzi kölələr var ki, qardaşlar, kölələrin qismlərini də inşallah qeyd edəcəm. Kölələrə, yəni siniflərindən asılı olmayaraq heç bir köləyə cümə namazında iştirak etmək vacib deyil, qardaşlar. Kölənin əsl vəzifəsi nədir? Öz ağasına xidmət etməkdir. Öz ağasına xidmət etməkdir. Bu istər tam kölə olsun, yəni ümumiyyətlə, yəni kölələrin növləri var. İndi onları qeyd edəcəm inşallah. Onlardan birincisi mubaad deyirlər buna. Mubaad kölə. Mubaad nə deməkdir, qardaşlar? 2 nəfərin ortaqlı bir köləsi olmasıdır. 2 nəfər var, ikisinin ortaqlı bir köləsi var. Birinci sahibi ağası onu azad eləyir. Lakin digər sahibinin ağasının ixtiyarında qalır. Və buna deyirlər mubaad, yəni bir qismi azad, bir qismi kölə olan kölələr. Və bunlar da vəzifəsi nə olur? Bir gün özünə işləyir, bir gün ağasına işləyir. Və buna deyirlər mubaad kölə. Bəzi qismi azad olub, bəzi qismi kölə olan. Və bu kölələrə də həmçinin baxmayaraq ki, bir günü özünə azaddır, o azad olduğu gündə belə cüməyə rast gəlsə, o cümə onun üçün vacib deyil, qardaşlar. Və ikinci qism kölə mukatəb deyirlər buna. Mukatəb. Və bunlara da cümə namazı fərz deyil. Və bunlar da kimlərdir, qardaşlar? Kölə ağası ilə müqavilə bağlayır. Deyir ki, bu qədər pul, məsələn, mən nə qədər pula məni azad eləyərsən və deyir ki, məsələn, yəni təmsili bir rəqam verək. Deyir ki, 10.000 gətir, mən səni azad eləyirəm. Və kölə də onunla razılaşır ki,
mən sənə 10.000 verəcəm, işləyə-işləyə bu şeyi qazanacağam və sənə 10.000 verəcəm. Və elə ki 10.000-ə çatdı, məni azad eləyirsən. Və sahibi bununla razılaşır. Və buna deyirlər mukatəb. Mukatəb kölələr. Yəni sahibi ilə razılaşmış kölələr. Və həmçinin bu kölələrə də cümə namazı vacib deyil. Və növbəti qismi mudəbbər olan kölələr. Mudəbbər. Və bunlar hamısı inşallah ki, fiqhin növbəti bablarında gələcəkdir bunlar haqqında. Mudəbbər olan kölələr kimlərdir qardaşlar? O da ağası öz köləsinə deyir ki, mən öləndən sonra, yəni aramızda əhd bağlayırıq ki, elə ki mən dünyamı dəyişdim, sən azadsın. Çünki kölə sahibi dünyasını dəyişəndən sonra onun mirasçısına olur. Mirasçısına qayıdır o kölə. Yenə də köləliyi davam edir. Lakin əgər sahibi onunla belə bir müqavilə bağlayarsa, əhd verərsə ona ki, mən öldükdən sonra azadsan, buna deyirlər mudəbbər. Mudəbbər kölələr. Və bu kölələr də onlara da həmçinin deməli cümə namazı vacib deyil qardaşlar. Bəli. Və həmçinin cümə namazı vacib deyil o kəslərə ki, biz dedik ki, səfərdə olana vacib deyil. Lakin necə ki, başqa məsələlərdə səfər məsələsində qeyd etdiyimiz kimi, bu mübah səfərə aiddir. Mübah səfərə. Lakin səfər haram səfər olarsa, yəni bir insan Allah qorusun, haram bir şeyi yerinə yetirməkdən ötürü səfərə çıxarsa, bütün şəriətin rüxsətlərindən, yəni onun üzərindən düşür. Yerinə yetirmir. Namazı qısalda bilməz, cəm edə bilməz, cümə namazına mütləq getməlidir, vacibdir. Bu ancaq mübah səfərdə olana aiddir ki, cümə namazı ona vacib deyil. Bəli. Və həmçinin elm əhli buyurur ki, qardaşlar, növbəti məsələ kör olana cümə namazı, əgər onu ora irşad eləyən varsa, yəni bir nəfər var yanında ki, onu cümə namazına apara bilər. Gözü görməyən insan cümə namazına apara bilər. Bu olduğu halda cümhur alimlərə görə həmin gözü görməyən insan olsa belə onun üçün cümə namazı vacibdir. Və həmçinin bu cümhur alimlər İmam Məlik və Şafi və Əhməd və Əbu Yusuf və Muhammed. Əbu Yusuf və Muhammed kimdir? Əbu Hanifənin əshabından. Yəni Hənəfilərdən. Və həmçinin İmam Nəvavi özünün məcmusunda və bundan əlavə Davud Əz-Zahiri. Yəni bunu qeyd ediblər ki, gözü görən insanı əgər cümə namazına aparan birisi varsa, o zaman ona vacibdir cümə namazına getmək. Və o ayədən də dəlil olaraq götürürlər ki, ya eyyuhellezine amenu İzə nudiyə ilə salati min yevmil cüm'a fəs'av ilə zikrillah. Və bu ayənin ümumudur ki, burada istisna yoxdur. Amma o insan ki, gözü görmür, onu o məscidə aparacaq bir kimsə yoxdursa, o zaman vacibliyi düşür, vacib deyil. Bəli. Və növbəti məsələ namazları qısaltmağa caiz olduğu kimsəyə cümə fərz deyil, vacib deyil. Və bunlar da kimlərdir qardaşlar? Müsafirdir. Və biz dedik ki, bu səfərin yəni bir şərtlə keçərlidir ki, 80 kilometr məsafə səfər etməlidir və müəyyən səfər olmalıdır, qeyri-müəyyən olmaz. Məsələn, bir insan mən başımı aldım, getdim, hara gedərəm. Yəni bu hətta səfər məsafəsini getsə belə bunun üçün səfər sayılmır. Çünki müəyyən olmalıdır. Bir məqsəd olmalıdır o səfərdə. Və həmçinin mübah səfər olmalıdır, günah səfər olmaz, haram səfər olmaz. Və elm əhli buyurub ki, müsafirlik əsnasında bir insan səfərə çıxır, müsafirlik əsnasında istəyir ki, bir yerdə istirahət eləsin. Məsələn, oteldə istirahət edir. Və həmin əsnada azan eşidir, cümə azanı. Cümhur alimlərə görə onun üçün cümə namazı farz deyil, qardaşlar. Məsələdə ikinci bir görüş var ki, bu da İmam Zuhri və İbrahim Ən-Nəxai və Şeyxülislam İbn Teymiyyə və İbn Useymin, müasirlərdən İbn Useymin rahimehullah buyururlar ki, ikinci bir görüşdə, əgər müsafir, yəni səfər o məsafəsinə çatmayıbsa və səfər əsnasında istirahət edirsə, o zaman azanı eşidirsə, onun üçün cümə namazı fərzdir. Lakin cümhur alimlərə görə fərz deyil, qardaşlar. Bəli.
Və həmçinin bir məsələ də var ki, bir insan əgər cümə günü, ümumiyyətlə cümə günü səfər etmək bəyənilmir qardaşlar. Cümə günü səfər etmək bəyənilmir. Və elə bir sinif insanlar da var ki, və ümumiyyətlə məsələdə bu cürdür ki, insana cümə fərz olduğu vaxtdan etibarən səfərə çıxması haramdır qardaşlar. Elm əhli bu cür qeyd edib. Və bu da hansı vaxtı, yəni cümə fərz olduğu vaxtdan etibarən deyəndə nə qəsd olunur? Yəni ki, zəvvaldan sonra. Məsələn, deyək ki, saat 1-ə, 1-in yarısı deyək ki, cümə namazının azanıdır və artıq zəval 12, yəni günəş təpədə durur və meyl etməyə, əsr namazına tərəfi meyl etməyə əgər başlayırsa, artıq bu zəvaldan sonra sayılır. Və bundan sonra səfər etmək icazəli deyil qardaşlar. Və burada da bir istisna qeyd ediblər, elm əhli buyurublar ki, məsələn, sən ola bilsin ki, hansısa bir ölkəyə və yaxud da uzaq bir yerə səfər etməyi planlaşdırmısan və əvvəlcədən biletini almısan və sənin ixtiyarın olmadan o biletin tarixi həmən zəvaldan sonraya düşür. Həmən zəvaldan sonraya düşür və bu zaman istisnadır. Bu zaman istisnadır. Bəli. Və biz qeyd etdik ki, deməli, qadına cümə namazı qılmaq vacib deyil. Cümə namazına getmək. Yaxşı, davam edirik və dedik ki, qadına cümə namazına getmək fərz deyil. Lakin sual ortaya çıxır ki, qadına fərz olmadığı halda seçim qarşısında qalsa, onun üçün əfsəl olan hansıdır? Cümə namazına getməsi mi daha əfsəldir, yoxsa evində zöhr namazını qılması mı? Və elm əhli deyir ki, qardaşlar, evlərində qılması daha əfsəldir. Evində qılması, zöhrü qılması daha əfsəldir. Çünki əsl olan odur ki, qadın evində qılır. Qadının evində qıldığı namaz məsciddə qıldığı namazın daha əfsəldir. Və buna görə də elm əhli buyurub ki, qadın cümə namazını yox, evində qılması daha əfsəldir. Lakin getmək istəyərsə, icazəlidir, heç bir problem yoxdur inşallah. O cümə namazı, o məscid ki, yolda heç bir təhlükə yoxdursa, əmin-əmanlıqdırsa gedə bilər. Bəli. Kölələr üçün isə dedik ki, kölələrə də vacib deyil. Kölələr üçün isə vacib olmasa da daha üstün olanı cümə namazına getməsidir. Əvlə olanı getməsidir, vacib olmasa belə. Buyurun, nəsə. Bəli, həmçinin qardaşlar, səfərdə olan insan üçün də vacib olmasa belə, yəni əfsəl olan odur ki, cümə namazına getməsi daha yaxşıdır. Məsələn, bir insan səhlənkarlıq edib, heç bir səbəb olmadan, onsuz da mənə vacib deyil deyib, cümə namazından qalması yaxşı əlamət deyil. Cümə namazından qalması yaxşı əlamət deyil. Bəli. Və növbəti mühüm məsələ, diqqətlə qulaq asaq, çox mühüm məsələ. Və bu məsələ bəzi şübhələri aradan qaldırır. Hansı ki, bugün bu məsələlərlə insanların canına musallat olan bəzi firqələr var. Cümə namazına getmək vacibdir. İstər imam bidətçi olsun, istər sünni olsun, yəni əhl-i sünnə olsun, istər bidətçi olsun, istər adil imam olsun, istər fasik olsun, cümə namazına getmək vacibdir qardaşlar. İndi bütün təfsilatlarla izah edəcəm inşallah. Və Cümə surəsi 9-cu ayədə necə ki, Allah Teala buyurur ki, ey iman gətirənlər, cümə günü namazı çağıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Və İbn Qudamə rahimehullah buyurur ki, İbn Qudamə rahimehullah Muğnidə bu ayə ümumilik ifadə eləyir. Və burada heç bir istisna yoxdur ki, hakim deyək ki, imam cahil oldu getmə, imam fasik oldu getmə, imam deməli zalim oldu getmə və bu heç bir istisna yoxdur burada. Və sünnətdən dəlil İmam Müslimin Əbu'l-Aliyə Əl-Bərrai buyurur ki, Ziyad
Diqqətli olun, bu dəlil mühimdir qardaşlar. Ziyad adlı bir şəxs var. Namazın vaxtını keçirib gecikdirmişdi. Həmən Əbul Aliyə deyir ki, Ziyad namazın vaxtını keçirib gecikdirmişdi. Və bu əsnada İbn Samit yanıma gəldi. Onun üçün bir kursi qoydum və əyləşdi. Ziyadın etdiyi əməli ona danışdım. Və o dodaqlarını dişlədi. Və əli ilə buduma, yəni ayağıma vurdu. Və dedi, vaxtı ilə Əbu Zər radiyallahu anhuya bu barədə mən də soruşmuşam. Bu barədə mən də soruşmuşam. O da mənim sənin ayağına vurduğum kimi mənim ayağıma vurdu. Və dedi ki, sən mənə sualı verdiyin kimi mən də Allah Rasulundan soruşdum. O da beləcə mənim ayağıma vurdu və dedi ki, namazı öz vaxtında qıl. Əgər namazı gecikdirən rəhbərlə, cəmaatla bir yerdə namaza yetişsən, yenə də birlikdə qıl. Və mən artıq namazı qılmışam, daha qılmıram demə. Mən artıq qılmışam, daha qılmıram demə. Həmin bu Ziyad, hansı ki Əbul Aliyə bu Ziyad barəsində İbn Samitə xəbər verib. Namazı gecikdirdiyinə dair. Bu Ziyad Kufə və Bəsranın valisi olub qardaşlar. Ziyad bin Əbi. Və o bəzən namazları gecikdirirdi qardaşlar. Yəni vali nə edirdi? Vali cəmaata namaz qıl, imamlıq eləyirdi. İndi namazı gecikdirmək də xeyir əlaməti deyil axı. Namazı gecikdirmək, vaxtından sonraya saxlamaq bu fısqdır. Həmin bu Əbul Aliyyədən narahat olub ki, və bu narahatlığını İbn Samitə bildirib ki, bu adam namazı gecikdirir. Yəni bunda fısq əlaməti var. Biz neyiniyək? Bunun arxasında namazı neyiniyək? Qılmayaq yoxsa? Və sonra İbn Samitdə özünün başına gələni, İbn Samitdə bu belə bir şey Əbu Zərlə arasında bu cür bir şey məsələ baş verib. Eyni şəkildə. O da kimisə Əbu Zərə şikayət edib. Və Əbu Zər də vaxtı ilə Allah Rasulü sallallahu aleyhi və səlləmə bu cür deyib. Fikir verin, məsələn zincir var. Və Allah Rasulü sallallahu aleyhi və səlləm onlara tövsiyə edib ki, sizin o arxasında durduğunuz ki, o imam var ha. O imam deməli namazı vaxtında qılmasa da, fasiqlik əlaməti olsa, nə olursa olsun, onun arxasında namaz qılın. Və sən əgər ola bilsin ki, o namazı gecikdirib sən vaxtında qılmısan, hətta bunda belə cəmaatdan ayrılma. Gördün ki, imam gəlir, vaxtını gecikdirib və cəmaata namaz qıldırır, sən artıq qılmısan, yenə də onlara qoşul qıl yenə. Demə ki, mən namazı qılmışam, artıq qılmıram. Fikir verin. Bəli. Və Həşiyyət-i Sindi Alə Sunənin Nəsai əsərində 2-ci cild 76-cı səhifədə buyurulur ki, Dəlləl hədithu alə cəvazis salati ma'a əimmətil cəvri. Və deyilir ki, bu hədis ona dəlalət edir ki, zalim rəhbərin arxasında namaz qılmaq icazəlidir. Başqa bir rəvayətə baxaq. İmam Buxarinin rəvayət etdiyi məsələ. Ubeydullah bin Adidən rəvayət olunur ki, o Osman radiyallahu anhunu xavariclər necə mühasirəyə almışlar evini, elə bir dövrdə Ubeydullah bin Adi Osman radiyallahu anhunun yanına girir. Və ona deyir ki, sən deyir hamının qəbul etdiyi rəhbərsən. Başına gələni də özün də görürsən. Bizə deyir, elə insanlar artıq namaz qıldırır ki, sən buradasan, mühasirədəsən. Çöldə bizə elə adamlar namaz qıldırır ki, fitnəkarların başçılarındandır. Və biz də qorxuruq ki, günaha düşərik. Neyniyək? Bizə məsləhət ver. Osman radiyallahu anh deyir ki, namaz insanların etdiyi əməllərin ən xeyirlisidir.
İnsanlar yaxşı iş gördükdə sən də onlarla yaxşı iş gör. Pis iş gördükdə isə onların pisliyindən uzaq dur. Fikir verin. Vallahi bu böyük dəlildir ki, bəzən insanlar görürsünüz ki, cümə namazına getməməkdən ötürü, cümə namazını yəni o bidət etiqadını zahir etməməkdən ötürü bəzi məsələlərin arxasına gizlənir. Deyir ki, mən cümə namazını niyə soruşsun qardaş, namaza niyə getmirsən? Namaza niyə getmirsən? Niyə namazda iştirak eləmirsən? O sənə öz batil etiqadını, yəni zahir etməkdənsə deyir ki, yox, imam fasiqdir, yox, imam bidətçidir. Sən sahabənin etdiyi əmələ müxalif olmusan, subhanallah. Hansı ki, bu barədə Şeyxülislam İbn Teymiyənin möhtəşəm bir fətvasını inşallah birazdan dinləyəcəyik. Və bu, alimlər həmçinin icma nəql eləyirlər. Diqqətli olun, icma nəql eləyirlər ki, alimlər bu məsələdə icma ediblər ki, istər bidətçi olsun, istər fasiq olsun, istər zalım olsun, imamın arxasında namaz tərk olunmur, qardaşlar. İbn Qudamə rahimehullah özünün Muğni əsərində, İmam Nəvvi rahimehullah özünün Məcmu əsərində, ümmətin kişiləridir bunlar. İmam Şəvkani rahimehullah Neylül Əvtar əsərində və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah özünün Fətavəl Kubrasında. İndi keçə görə Şeyxülislam İbn Teymiyyə bunlara necə rəddiyə verir? Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur: əgər mə'mum imamın öz bidətinə dəvət edən bir bidətçi və ya fıskı, fasikliyi açıq-aşkar olan bir fasik olduğunu bilsə, diqqətli olun, baxın, söhbət kimsə deyə bilər ki, qardaş, bidətçidir, amma bidətinə dəvət edir axı. Amma onu da qılmaya bilərəm. Şeyxülislam rəddiyə verir sənə. Hətta öz bidətinə dəvət edən bidətçi belə olsa, açıq-aşkar insanların fasiqliyinə şəhadət etdiyi bir fasik belə olsa, onun arxasında namaz qılmaq icazəlidir və Şeyxülislam buyurur ki, başqa çarə yoxdursa, o yerdə yaşayırsan ki, ondan başqa məscid yoxdur və yaxud da ondan başqa sünni, əhli sünnə yoxdur. Əhli sünnə varsa get, onun arxasında namaz qıl. Əlbəttə, seçim edə bilərsən. Lakin o halda ki, seçim yoxdur və Şeyxülislam bildirir ki, rəsmi imamdırsa, təyin olmuş imamdırsa, gör nə deyir? Sələf və xələfin, yəni əvvəlkilərin və sonrakilərin rəyinə görə onun arxasında namaz qılınır. Onun arxasında namaz qılınır. Və sonra buyurur ki, bu İmam Əhməd və Şəfi'i və Əbu Hanifə və digərlərinin məzhəbidir. Fətavəl Kubra əsərində. Və həmçinin buyurur Şeyxülislam İbn Teymiyyə rahimehullah Fətavəl Kubra 2-ci cild 308-ci səhifəsində, 307 və 8-də. Doğru olan budur ki, fasik imamın arxasında namaz qılınır və geri qaytarılmır. Ola bilsə sən deyərsən ki, namaz qılım sonra gedib qaytararam. Xeyr, qaytarılmır. Çünki sahabələr cümə və cəmaat namazını, cümə və cəmaat namazlarını o tür insanların arxasında qılıblar və geri qaytarmayıblar. Və misal gətirir Şeyxülislam İbn Teymiyyə rahimehullah. Buyurur ki, İbn Umar Həccəcin arxasında namaz qılıb və İbn Məsud və digərləri Əl-Valid ibn Uqbənin arxasında namaz qılıblar. Əl-Valid ibn Uqbə kimdir, qardaşlar? İçki içməklə tanınan bir şəxsdir. Və hətta Şeyxülislam buyurur ki, hətta bir dəfə bu Əl-Valid ibn Uqbə sübh namazını 4 rükət qıldırır, subhanallah. Və arxaya çönüb insanlara deyir ki, həmən bu namaz qıldırdıqlarını, deyir ki, artırınma. Və həmin namazda Abdullah ibn Məsud radiyallahu anh iştirak edibdir. Fikir verin. Və İbn Məsud deyir ki, həmin bu sözü deyəndə, deyir ki, biz deyir, bugün səninlə onsuz da namazı artırmaqda davam edirik. Və sonra onu bu feilinə görə, yəni namazı artırdığına görə, yəni Osman radiyallahu anh'ın yanına aparıblar, xəlifənin. Və sonra Şeyxülislam rahimehullah sözünə davam edir. Əgər namazı imam üçün tərk etmək mə'munun
cümə və cemaat namazının tamamilə qaçırmasına səbəb olacaqsa, bu halda onların arxasından namaz qılmağı yalnız sahabelərə müxalif olan bidətçi tərk edər. Şeyxülislam rahimehullah nə demək istəyir? Yəni sən əgər imam fasiqdir, imam bidətçidir, imam belədir, imam elədir, yalnız açıq-aşkarda üzərinə hüccət qaldırılıb təkfir olunmadığı müddətcə o insanda əgər bu sifətlər varsa, onun arxasında namazı tərk etmək sahabelərə müxalif olan bidətçidir. Şeyxülislam İbn Teymiyyə rahimehullah. Aydındır qardaşlar. Ona görə ümmətin sələfi də, xələfi də, İmam Əhmədləri, Şafiləri, Əbu Hanifələri və digər alimlər, ümmətimizin sələfləri və xələfləri heç kimdən belə bir şey görməzsiniz ki, hətta sahabelər belə örnək gətirdiyimiz kimi. Onlar fasiqliyi ucbatından, günahı ucbatından, bidəti ucbatından hər hansısa bir imamın arxasında namazı tərk etsinlər. Və kim bunu edərsə, Şeyxülislam İbn Teymiyyə rahimehullah da dediyi kimi sahabelərə müxalif olan bir bidətçidir. Və inşallah ki bugünlük kifayət edər və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.